Herkes salam, kanalıma ve yeni vloguma hoş geldiniz. Necəsiniz, əzizlərim, qızlar, necəsiniz, nə var, nə yox. İnşallah ki, hər biriniz çox yaxşısınızdır, ümid edirəm əlbəttə. Bugün yine kənddəyəm və kənd vlogu ilə sizin qarşınızdayım. Dünən çox gözəl bir vlog çəkdim sizlər üçün Bakıdan gələrkən və qəşəng bir vlog alındı həqiqətən. Dünən saat 10'da yatmışam bu arada, bilənlər vloga baxsınlar. Bugün də dedim, səhər oyanıb sizin üçün çox gözəl kənddən qayıtdım vlogu da çəkməliyəm deyə düşündüm və çəkirəm hal-hazırda gördüyünüz və bildiyiniz kimi əzizlərim. Deməli, bugün kənddəyəm və hal-hazırda qızlar saat 8 tamamdır, mən oyanmışam. Gəldiyini günlük götürmə, bəli. Bugün kənddəyəm və saat 8'də oyandım, səhər vadilər əlbəttə. Normalda bilirsiniz ki, mən heç bu vaxt yuxudan oyanmıram. Amma qızlar, kəndə gələn kimi elə bir insana nəsə olur. Havası mı dəyişir, ya insanın yuxusu mu gəlmir, yeri dəyişir falan deyə. Ya bilmirəm, insan necə deyim, istəyir ki, biraz gəzsin, görsün də yuxudan tez oyanır özü. Ya bilmirəm, məndə tək elədirmi, nəsə problemi var, ya nəsə belədirmi. Amma kəndə gələndə insan maksimum 8'dən o tərəfə yata bilmirsən həqiqətən. Kəndə gəlirsən maksimum 8'də durmalısan mütləq. Ondan o tərəfə yoxdur da, yəni həqiqətən. Mən də 8 tamamda oyanmışam. 8 tamamda demək 9-10 dəqiqə işləmiş oyanmışam. Bəli, doğru eşitdiniz. Bugün kənddəyəm qızlar. Getməliyəm eyni zamanda. Dünən axşam saat 7'də gəldik biz bura. Mama gilə gətirdim, elədim, özüm də elədim. Biraz yemək yeyim, içim eləyim. Həm də nənə görmüş olum, həm biraz bağa nəzarət eləyim dedim. Həm də ki, dedim elə day, ona qədər dedim gecə olacaq, gecə getməyim. Zaten mən axşam maşın sürməyə nifrət edirəm. Dedim elə day səhər gedərəm. Normalda mamam deyirdi ki, səhər dur tezdən tez bazar, çıx Bakıya. Prosto istəmədim, dedim elə birazdan gedərəm də, yəni belə. İndi qızlar, deməli biraz baxım falan edim, makyajımı yenilədim bu arada biraz öncə. Əynimi geyindim. Əynimə zaten şalvarı giyinməmişdim. Kotda falan hər şey okeydi əynimdə, yəni qalmışdı. İndi də qızlar saat 9'a, deməli 9'a qalıb 20 dəqiqə. Yarım saata makyajımı yenilədim, əynimi geyindim. Hələ ki getmirəm. Hələ ki çünki gedib yemək istəyirəm. Acımışam qızlar həqiqətən. Və əslində dedim ki, yəni indi çıxa da bilərəm. Veya bir 20 dəqiqə. Saat 9'da çıxsam 11'də Bakıda olacağım. Prosto mama biz bugün elə bir ki də qızlar dayımgil şeydə rayondadır da. Dayımgil öz həyat yoldaşının rayonuna gedib yəni Qubadadılar. Onlar da gələcəklər bugün kəndə. Amma heyif ki mən qala bilmirəm onları görməyə. Çünki mən gedirəm bugün Bakıya da, günorta, hətta birazdan da ola bilər, bilmirəm, hətta dəqiqləşdirməmişəm. Gəlinimiz anasıgildən gəlməlidir və evdə gələrsə tək qalmasın. Mən də getməliyəm. Evdə seçkim yoxdur arada, qapılar kilitlidir. Ona görə gedirəm qızlar. Deməli belə. Yemək yeyəcəm indi biraz. Bilmirəm nə yeyəcəm, görək nənəm nə pişirib. Ondan yeyəcəm və ya mama nə pişirib, bilmirəm. Heç bir şeydən həqiqətən də xəbərim yoxdur əzizlərim mənim. Gidib yiyəcəm. Sonra biraz bir-iki işlərim var. Onları həll eləyim. Yəni burada evdə, yəni kompüterdə 5 dəqiqəlik işim var. Kompüter özümdən gətirməmişəm. Prosto burada da kompüter var. Evdə də kompüter var. Hə, buradakı kompüterdə bir dənə işim var. Onu həll eləyəcəm. Tez bazar qaçacağam Bakıya. Gəlinimiz saat 4'də gəlməyi planlaşdırır. Mən tez edəcəm, nə olsun ki. Çünki mənim elə işlərim də var Bakıda. Bugün vlog çəkirəm də, zaten yeni vlogdayım. Görəcəksiniz üstünüzdə hər şeyi. Süper şəkildə, narahat olmayın. İndi qızlar, sola açılıb bilmədim həqiqətən. Yəni, indi nə yiyəcəm, onu deyim sizə. Dedim də, acmışam, yemək yiyəcəm. Belə yəni. Bugün qızlar o qədər gözəl, yəni yuxuya dalmışam ki, baxın, belə gözəl otaqda, kənddə, nənə yanında, sevdiklərin yanında olarkən, nə bilim, uşaqlığını keçirdiyin ən gözəl vaxtlar olan bir yerə gəlmirsən və ocaq yanır, ocaq səsi, nə bilim, quşların cəhcəhi,
Nə bilim, gecə çaqqal canavar ulantısı, yəni çox gözəl bir vibe var idi də. Havanın o həzin səsi, həzin elə bir musiqi oxuyur hava. O qədər gözəl, yəni kənd başqa. Mən demişəm, mən kəndə köçmək istəyirəm. Mən kesinliklə kənddə qala bilərəm. Mən əsl kənd adamı kimi bir şeyəm zaten. Baxmayın şəhərdə doğulub, şəhərdə böyüdüyüm, amma uşaqlığım çox anları da və çox gözəl vaxtları da kənddə keçib əlbəttə. Niyə də yox ki, qızlar? Ola bilər əlbəttə. Çantamda nə var? Çəkim sizə qızlar. Deməli, çantamda nə var? Baxırıq bura. Ya da yox. Hara baxsınlar? Ay Allah. İnsanlar hara baxsınlar? Çantamda nə var? Yan çantama çıxarım. Bəli, açdım. Ətir. Nəmləndirici krem. Həm üz, həm əl. Maşının açarım. Və telefon. Şimdi bunlar necə qoymuşsa, ya da geri yığarım. Və çox rahatlıqla da yerləşirlər bunlar bura. Mən çox oynayım. Bura bağlıdır ya. Maşının açarı qalsın. Okey, belə. Kızlar, kompüterdə olan bəzi işlərimi də həll elədim. Və saat tamına 10 tamamında hal-hazırda. Yəni 1 saata yaxın mən o işləri həll edirəm. Bu qədər gec olacağını heç bilməzdim həqiqətən. Evdə hal-hazırda heç kim yoxdur, düzdür, saxtadır hər kəs. Gəlin, mən sizə həyəti göstərim. Necə gözəldir. Qarğıdalı, ay Allah, telefonum yetişmir. Çox gözəl. Yəni, həqiqətən mükəmməldir buralar. Görün, necə gözəldir kəndi. Ay Allah, bura parnikdir. Bura göz. Vaaay, kartoşkaya baxın. Görün, cəmaatın necə kartoşkası var. Yey. Gəlin, suya hələ gəlmişkən. Ay, bəhbəri. Torpaq qəşən münlükdür. Ona münlük deyirlər. Çox gözəldir yəni. Bura parnik deyil, gəlin yoxdur. Nələmin iri sıvısı. Nələmin yerləşir ağır. Mənə tərəsini ötərsən. Gəlin bir dənə qarpız dilimləyək, görək necədir. Təsəvvür edirsiniz qızlar. Canım. Təsəvvür edirsiniz. Deməli. Quşda qarpız. Wow, kimi gəlir adam həqiqətən. Həqiqətən də nə wow. Nənəm buradaymış. Bəh. Qızlar, qarpız deyirəm. Bal, qıpqırmızı. Necə gözəldir. Ay aman. Qızlar, deməli, bugün bir şey nəzərə çatdırmaq istəyirəm ki, bugün 8 apreldir. 8 aprel 4-cü ayın 8-ci günündəyik hal-hazırda. Bəli. Və bugün mənim mamamın, yenə anamın doğum günüdür, ad günüdür, şad günüdür. Ən özəl və gözəl gündür əlbəttə. Əslində mənim anam ad günü qeyd eləməyi heç sevmir və heç bir ildə də ad günü qeyd etmir. Düzdür, bu gününə şükür edir əlbəttə. Deyir ki, yəni qeyd eləməli bir şey görmürəm. Mən uşaq deyiləm, gənc deyiləm. Siz qeyd eləyin, siz qeyd eləməlisiniz, amma mən yox.
qeyd etmir. Amma biz saat 12-də gedib hər il onu təbrik eləyirik. Bu gün də həmişəki qayda ki, mamam yatmışdı, saat 12-də getdi, onu öpdük, qucaqladıq. Çox xoş ad gün təbriklər elədik, xoş sözlərimiz dedik. Yəni onu təbrik etmiş olduq və onu sevindirdik. Biraz motivasiya verdik ona. Və elə bilir ki, ad günü qeyd eləməyəcəyik, amma qeyd eləyəcəyik. Çox gözəl qeyd eləyəcəyik hətta qızlar. Bugün mamanın ad gündür, qeyd edəcəyik. Mən gedəsi olmadım rayona. Şəhərə, normalda şəhərə getməliydim, bilirsiniz. Gəlinimizə görə, gəlinimiz də çünki gətirməliyəm bura. Bəli. Amma sonradan bəs gəlinimiz dedi ki, mən özüm gələcəm, narahat olma. Özdə mən bildiyimə görə saat 3-də çıxacaq oradan, saat 5-də falan elə burada olmalıdır. Qardaşım elə özü gedib onun qabağına çıxacaq. Qardaşım tort alacaq, gətirəcək iri bir tort. Sonra nənəm qəşəng ləzzətli yeməklər bişirəcək, deyib güləcəyik. Hep ki, balaca bacım yoxdur. Yəni, Türkiyədə böyük bacımı sevdikdən gələ bilmir, bildiyiniz kimi. Ailəsi də zaten heç kəndə gəlməyib. Neyse, deməli bugün belə olacaq qızlar. Çox gözəl gündür. Mənim mamçıqamın doğum gündür. İndi biz mamaya ad günü hədiyyəsi yığacağıq qızlar. Belə bir şey var məndə. Şey dərkən də, yəni 2 dəqiqə. Çanta var, çox gözəl. 2 dəqiqə bunu çıxaraq. İçərisinə belə mamamın çox sevdiyi və hər zaman arzuladığı, oxumağa arzuladığı kitabı qoymuşam. Amma bunun əlbəttə ki də yetmir qızlar. Belə bir duş sabununda duş geli qoyuram. Bir dənə də bir şey istəyirəm olsun. Onun üçün görə biz şəhərə, Xaçmaza gedək qızlar və gedək o Xaçmazdan alaq gətirək onu. Bilirsiniz ki qızlar, mənim mamam mənim ad günümə hədiyyəsi olaraq mənə iPhone almışdı, yəni telefon modeli. Yəni iPhone 13 almışdı. iPhone 16 Pro Max işlədirəm hal-hazırda. Normalda isə Samsung-um var. Bəli. Mama yenə qoydum. Mamanın çoxdandır oxumağı istədiyi, arzusu olan gözəl kitabı qoydum. O kitabım. Çox qəşəng. Sonra belə bir hamam jeli deyirlər, nə deyirlər, ondan aldım. Bədən geli və duş geli də. Bədən üçün duş geli və bu isə saç üçündür, qəşəng bir şampundur. Belə bir dəst set aldım, ikili dəst. Bunu elədim, üçlü set. Və bir dənə də yanına elə belə kitab qoydum, aldım. Belə bir gözəl qutuda, çox gözəldir həqiqətən. Qızlar, mamama ad günü hədiyyəsini sizə göstərdim, deməli. Bildiyiniz kimi bugün saat 8 tamam dayanmışam. 9-10 dəqiqə işləmiş daha doğrusu. Əynimi geyindim, biraz əl-yüzümə krem falan vurdum, SPF vurdum. Kosmetika gətirməmişəm özümlə, heyf ki. Burada əslində tonal kremin bir də farım olmalıdır. Yəni yadımdadır, bir də pudram var idi. Yəni transparent pudram yadımdadır, yəni xatırlayıram həqiqətən. Sadəcə olaraq yəni farın rəngləri xoşuma gəlmir və tonal kremim isə rəng tonu nəsə belə necə deyim, istəmirəm. Yəni həm də istəmirəm üzümə kosmetika vurum ümumiyyətlə bugün. Sadəlik çox gözəllikdir. Bir dənə dodaq boyası vurdum, dodaq qələm vurdum. Tuj liner yəni kifayətdir deyə düşünürəm həqiqətən. Bir də biraz istedim highlighter vurum üzümə, amma nəysə alınmadı. Yəni nəysə. Yeri yıxmamışam. Duş geli və dediyim kimi saç şampunu və bir də kitab qoymuşam. Bir dəqiqə belə bir şey duş üçündür da. Mənim anamın hədiyyəm budur qızlar. Qoyaq buraya yaxşısı. Mamam zaten bu otağa girmiş. Belə. Deməli qızlar, biraz elə özümə falan fikir verdim. Hal-hazırda saat 9 tamamdır. Amma da ad günü hədiyyəmi hazırladım. 9 tamamdır saat. İndi gedirəm. Dalaşda 15 dəqiqə işləyim. Deməli, hal-hazırda isə gedək görək kim var, nə var, nə eləyir. Hal-hazırda gedirəm mətbəxə. Bəli.
Mama dedi ki, mətbəxə gəl. Mən də dedim ki, onda tamam. Mamanı qoymuram bu otağa keçin qətiyyən. Aha. Bax, görək nə olur. Bunu da bura nə qoyublar heç anlamıram. Nənəm bugün nə pişirib? Vay, nənəm bugün qızlar sıyıq pişirib. Deməli, bugün nənəm bizə menyusunda sıyıq hazırlayıb. Çox gözəl. Baxaq, çay varmı? Əsas məsələ. Həqiqətən çay yeniləndi. Aha, super. Burada da qabı yanmaz. Yəni işte bildiyiniz bir kənd həyatı necə olmalıdırsa, bizdə kənd həyatı belədir qızlar. Çox gözəl, yəni mükəmməldir deyə düşünürəm. Gəlin bu şeyləri dəyişdirək qızların yaxşısı. Bunu buraya qoyacağam, bunu buraya. İstəyirəm bu gül aparım özümdən evə. Çünki həqiqətən çox gözəldir. Qazı. Sıyığımız qızsın, qazı yandırdım. Saat 10'a 10 dəqiqə işləyib. Bizimkilər artıq evdə deyildilər qızlar. Getdilər indi. Sahəyə getdilər, bəli. Burada belə bir gül var. Bunu heç xoşum gəlir. Bu gül ümumiyyətlə çox yer tutur həqiqətən. Öpüşsün qızlar, bu arada deməli yaxın zamanda, hətta çox yaxın zamanda bizdə qardaşım gündən gedəcək Sədraya. Alice üçün otaq alış-veriş eləməliyik. Onun otağını düzəltməliyik yeni evlərində. Bu arada qızlar, mən də qardaşım gündən bir evdə qalmaq qərarı aldım. Mama ilə bacım gil bir qalsınlar. İkisi. Mən isə qardaşım gündən qalım. Özdəki qızlar 3-cü mərtəbə, yəni bildiyiniz full olaraq mənimdir də, yəni həqiqətən. Bu çox gözəl və super bir şeydir deyə bilərik. Bəli. Çünki qızlar geyinmə otağım var. Necə deyə bilərəm, yəni çox mükəmməl bir şey deyilmi? Mistika. Yataq otağım o qədər gözəl, o qədər gözəl, o qədər gözəldir ki, qızlar inanın. Özdəki balkonu da var 3-cü mərtəbədə. Bu daha da gözəldir, inanırsınız, yəni həqiqətən super bir şeydir də qızlar. Aha. Əslində istədim geyinmə soyunma otağı olsun, amma nəysə, deyəsən olacaq və həqiqətən çox gözəl olar. Qardaşım özədir ki, geyinmə soyunma otağının içərisində nə olacaq? Ayaq yolu falan, yəni banyo. Bu da çox gözəl olacaq həqiqətən. Ümumiyyətlə 3-cü mərtəbəni mənə verirlər deyə bilərəm. Bəli, bəli. Qardaşım gildə qalacağam demək istəyirəm ki də. Ya da ki qızlar, yəni belə olacaq. Artıq mən istəyirəm ki, bu yaxınlardan sonra başlayım mən köç etməyə qızlar. Yəni ki, bildiyiniz, yəni köçüm. Qardaşım gələ. Yavaş-yavaş geyimlərimi deyim. Hansısa bir aksesuarlarımı falan aparırım, yerləşdirim geyinmə soyunma otağıma. Məhz bu həqiqətən də çox gözəl olar qızlar. İnanırsınız? Bəli. Mən özüm aldığım evi satdım və həmin o satdığım evin pulunu demək olar ki, çox hissəsini isə qardaşım gələ verdim. Qardaşım gəlib özlərinə ev aldılar və onu gördüm, mən qalacağam orada. Bəli. Bu da bacım da gələcək əlbəttə. Yəni hamı gələcək. Prosto yəni mən orada daimi qalacağam. Bəli, çünki bu il işsiz, gücsüz sadəcə olaraq mənəm. Kiçik bacımın universiteti var, ona görə. Yəni, evə bən nəzarət edilirdi. Nazarətə nəzarət. Bəli. Gedim mən sıyığımı yiyeyim, sizinlə birlikdə hazırlayaq. Görək nənənin qab-qaşığı, qacağı, hardadır, ümumiyyət tapa bilirəm nəsə bir şeylər falan filan. Görək nə var, nə yox qızlar mətbəxdə çox maraqlıdır həqiqətən. Bura mənim üçün, mən nədir, bir dənə mama gəlsin qızlar. Mamanın ad günü hədiyyəsini verək. Mamanı ilə təbrik edək. Gedək ondan sonra restorana mama ilə. Gəlinimiz gəlməlidir. Gəlinimiz gəlsin, gəlinimizi qarşılayım. Gedək qızlar restorana qəşəng qeyd eləməyə, yeyib içməyə də opuşum. Belə deyim, çox gözəl bir gün biz gözləyirik. Qab tapmalıyam və prosto mən. Prosto tak. Belə qızlar mavi bir qab tap. Suya xara gedim. Qazımızı söndürürük əlbəttə. Yeməyimi tökdüm.
dəqiqə. Yanıma çox gözəl stəkan qoyuram. Çünki su içirəm. Biraz çay çək qızlar. Bu da mənim səhər zavtrakım. Çay və sıyıq. Çox gözəl gedəcək. Buna əminəm qızlar. Bəli. Bu da bana para veriyor. Qızlar saat hal-hazırda deməli 11-dir. 9-da falan yemək yedim. Qardaşım da istədi. Qardaşım üçün qızdırdım, tökdüm, o da yemiş olsun. Biraz telefona baxdım, biraz nə bilim televizora falan baxdıq qardaşımla, biraz oyun oynadım telefonda. İndi yadıma düşür ki, bəs burada 3 boş qab, 2 stəkan, bir də 2 qaşıq var. Onları yumalıyam, yəni biraz azca qablar var. Onları yumalıyam mütləq. İndi yuyacam onları, bəli. Çünki yumalıyam da zaten. Mən yumayıb da kim yuyacaqdır ki də. Nənəm gələndə görək neyniyirik, hara gedirik, nənə ilə danışmış hər şeyim, amma bilmirib dənəm. Deməli, qardaşım da bu həmdəmdə şirniyyat ürəyinə düşüb, şirniyyat istəyir. Birazdan başlayacağım qardaşım üçün qəşəng bir şirniyyat hazırlamağa. Bilirəm, siz heç məni görməmisiniz mətbəxdə nəsə bir şey pişirən və ya nəsə bir şey hazırlamağa çalışan və ya hazırlayan. Görəcəksiniz, narahat olmayın. Mən ilk dəfə sizinlə birlikdə şirniyyat hazırlayacağım. Bəli, çox gözəl. Burada baxıram ki, nənənin belə bir şeyləri var, bulka forması. Qəşəng bulka hazırlayacağım, deməli. Qəşəng şirin, yumşaq və tombik bir şey olacaq və içərisinə kişmiş də qoyacağam əlbəttə ki, çox ləzzətli və dadlı olsun. Cəlb edici cazibeli bir şirniyyatımız olsun. Hər şey edəcəm onun üçün, narahat olmayın. Bax, un da var, xəmir, hər şeyi hazırlayacağım. Mən gedim xəmirini hazırlayım. Xəmiri hazırlayıb gəlirəm. Okey, xəmir hazırlaya bilirəm bu arada. Qabları yumama gəlsin. İstədim sizin üçün üzərindən səs yazam. Çünki qabyonda krantın suyunun səsi insanın həqiqətən başına düşür. İnsan bilmir neynəsin. Və beləcə beləliklə qızlar qabları yuyuram burada gördüyünüz kimi. Xəmiri də hazırladım, qoydum, gəlməyini gözləyirəm. 1 saata, yəni inşallah gələr. Mama demişdi ki, o vaxt mənə 1 saatdan artıq xəmiri saxlamadı. Uzaq başı, yəni 2 saat qətiyyən olmaz. Nəysə, xəmir gələnə qədər dedim qabları yuyum əlbəttə. Burada gördüyünüz kimi qabları yudum. Qəşəng hər şeydə yerbəyer elədim. Qabları qoyuram. Bizdə qabyanın qırağında süzgəc var. O yəni qabyanın özünün də qoyuram. Oradan süzdür suyu. Qəşəng oldu. Qablarımız da par-par tərtəmiz. Mən elədim. Bəli, indi xəmiri gözləməliyəm. Ona qədər deməli mən nə edirəm? Tortu hazırlayıram. Mamam üçün mamamın ad gününə görə qəşəng bir tort hazırlamalıyam və özüm öz əllərimlə hazırlayacağam hal-hazırda. Görəcəksiniz də, narahat olmayın əzizlərim. Bəli. İndi deməli, burada gördüyünüz kimi xəmirə yayıram ilk öncə. Bu xəmiri mən deməli nə vaxt gətirmişdim. Səhər tezdən durub nənəm eləyib çörək bişirmək üçün. Mən bunu vanillədim, edim tort xəmiri və hazırladım. Sonra yadıma düşür ki, bəs qurasın, şirniyyat üçün, yəni pulkalar üçün bu xəmir çatmayacaq, belə tort edəcək. Yenidən xəmir edim. O gözlədiyimiz xəmir isə pulkalarındır. Bu hal-hazırda hazırladığım xəmir isə un üçündür, yəni tort üçündür. Burada da artıq gördüyünüz kimi pulkalar tez bir zamanda qoyuram pişməyə, qəşəng pişir. Nənəm gildə soba yoxdur, ona görə də mən də məcbur qalıb qəşəng elə qazda, qazanda eləyirəm. Bugünümüzə də şükür, eyb yox, yola veriləm artıq. Amma qazda və ya da qazanda olmağına baxmayaraq çox gözəl olandı həqiqətən. Şirin, kişmişli, yumşaq. Və əsl istədiyim kimi taktika tapmışım, həmin taktika elədim ona görə. Nəysə, burasını da boş verin. Gördüyünüz kimi hazırlamağa davam edirəm qızlar. Hətta nə yalan deyim, birini çox qaraltdım, qızartdım, pişirtdim yəni. Yanıq kimi idi. Nədir onun adı? Yarısını özüm yedim, qalan yerini isə yeyə bilmədiyim üçün qoydum qırağa. Nənəm gəldi, nənəmə də götürdüm, yəni səhvsiz alınmadı da. Bir dənə də olsa bulkam yandı. Əslində ola bilər, yeni başlayıram belə bir şeylər hazırlamağa. Amma əlimdən gəlir, əlbəttə ki, hər kəsin əlindən gəldiyi kimi mənim də əlimdən gəlir və gəlməlidir. Belə hazırlayıram, siz də məni sakit qəşəng izləyin. Mənim belə gözəl hazırlamaqla. Xoş izləmələr. Əslində heç də bu qədər göründüyü kimi tez bir zamanda alınmadı. Mən videonu tezləşdirdim, həm də ki qızlar bu videonu elə ki kameranı yandıra çəkdim. Əslində bəlkə də ona görə gec alındı ki, mən çünki həm vlog çəkirdim, həm də yəni çəkdiyim üçün mənim üçün gec alındı pişmək. Gördüyünüz kimi yandırdığımı da qoydum kənara, yandırdığım pulkanı gördünüz siz də. Amma biri yandı, yəni o da ki diqqətsizlik üzərində də deyildi. Çox qazanın qırağı hissəsinə düşmüşdü. Həmin hissəsində də yağ çox idi, ona görə yağ olan hissə tez yanır da. Yandı, yəni
heyif. Nəysə boş verin və sizə dediyim kimi izləyin, xoş izləmələr. Artıq bulkalarım da hazırdır. Sonuncu bulkamı hazırlayıram burada. Buradan isə qəşəng düzəlləşdirirəm hər şeyi. Yəni nə edirəmsə, nəyə alıramsa qızlar, həmən yerinə qoyuram. Yəni bunu bacarıram əlbəttə, şükür Allah. Nənəmin ən sevmədiyi xassiyyətdir ki, nəyisə almısan, yerinə qoymursan. Bu sənin haqqındır, sən də eləməlisən deyir nənəm. Məncə də yaxşı edir qızlar. Artıq bulkalarım hazır olduğuna görə burada da bulkalarımı qoyuram qaba və aparıram süfrəyə. Çox gözəl. Birazdan başlayacağım tortu hazırlamağa. Bəs sizin necə qızlar? Kimlər hazırlayır evdə yeməkləri ən çox və ya kimi isə kömək eləyir hazırlayana, kimi isə heç yerdən də tərpənmir. Çox maraqlıdır. Məsələn, mənim kimi mən yəni nəsə hazırlayanda yerimdən də tərpənmirəm, amma biraz da kömək eləməyə çalışıram əlbəttə. Belə bir xarakterim də var. Ümumiyyətlə belə hər şey hazır oldu qızlar. Mən hər şey başlamışdım. Deməli saat 11:20-də уже başlamışdım xəmir eləməyə. Xəmiri qoydum qızlar. Xəmir yəni 1 saata gəldi ya, yəni yaxşı şəkildə. Mən də həmin 1 saata nə etdim deməli? Qəşəng keçdim. Tort hazırladım. Deməli, tort isə anamın ad günü üçündür. Anam şokoladlı tortu çox sevir. Ona görə də şokoladlı elədim. Qəşəng altına krem də vurdum, vanil falan kremi. Hə, üzərinə qəşəng şokoladlı vurdum. Üstünə qəşəng krem də qoydum. Elə belə qəşəng peçenya qırıntısı tökdüm. Yəni çox gözəl oldu da həqiqətən. Yəni mamamın ən sevdiyi tort növünü özüm elə öz qızı olaraq gözləmədiyi halda, gözləmədiyi zamanda, gözləmədiyi bir şəkildə, çox gözəl şəkildə hazırladım həqiqətən. Mənə bravo olsun. Özümü bəyəndim. Siz bəyəndinizmi? Əsas siziniz deyə bilərəm. Deməli, indi 1 saatdan onun kremin falan hazırladım qızlar. Yəni sonra keçdim qardaşımın istədiyi bulkaları hazırlamağa. Bulkaları hazırladım. Və saat 10 artıq 1-in yarısı idi ki, bulkaları da hazırladım tez bazar. Yarım saata demək olar hələ hazırladım tez bazar olaraq. Saat 1 idi. Başladım tortu, qəşəng belə ciddi rejimdə tortu hazırlamağa. Və hal-hazırda qızlar saat 3 tamamdır. İkisini də bitirmişəm. Qablarını da yerbəyer eləmişəm. 1 saat olar uje. Yəni oraları mətbəxə falan yığışdırıram. Mətbəx dəhşət bir gündə idi, yəni. Video çəkərkən səliqəli edirdim, biraz onu bunu buraxdı, qırağa atırdım. O zaman onda yaxşı görünürdü. Amma hal-hazırda qızlar tərtəmizdir. Yəni dəqiqən həqiqətən də tərtəmizdir və çox gözəldir. Ümid edirəm siz də bəyəndinizdir hər şeyi. Məndən gözlənilməz hadisə anamın ad günü vlogunda anama tort hazırladım. Bəli. İndi saat 3'dür, mamam gecə sahildən gəlməlidirlər. Saat 4'də evdə olmalıdırlar, normal bir halda. Bəli. Qardaşım gəldi, bulkanın birini yedim, getdi. Gəlin sizə yenə göstərim qızlar. Ay, oturdum. Nədən oturdum mən? Baxın, belə bir bulkalar hazırladım qızlar. Çox gözəldir də, yəni. Bir dəqiqə kameranı qoyaq. Yeyə bilərəm. O qədər gözəl hazırlamışım ki, ay Allah, əllərimə sağlıq. Yəni çox mükəmməldir. Bravo mənə. Ay qız, mən bacarırmışam, prosto özümü işə verib eləməmişəm. Gerçek hayatta da ben böyleyimdir gerçekten. İndi qızlar qabları qoyaq yerinə. Super.
Mətbəxi təmiz. İndi mama gələ gözləmək vaxtıdır. Mama gəl 4-də gələcəklər. Ona qədər mən bir dənə qəşəng evi yerbəyer eləyim. Saat 4-ə qədər evi süpürmə eləyim. 4-də mama gəl gəlsin, qəşəng ad günü təbrikini edəyim arkadaşlar. Gəlinimiz də gəlsin. Gəlinimiz yoldadır. Mən əlaqə saxladım az öncə onunla. Qızlar, qonaqlarım gəldi. Bəh. İnşallah ya Rəbbim mən də kəndə köçüm, kənddə yaşayım, özümün kənddə belə gözəl bir uşaq sevim olsun. Qonaqlarımı qarşılayam. Amin. Manifest. Çox gözəldir. Görək kim gəldim. Qardaşım gəl olacaq. Wow, bəh. Xoş gəlib, səfalar gətirmisiniz əzizlərim, canlarım. Ay, həmişə siz gələsiniz, həmişə sizləri görək. Bəh, ələ dolu gəliblər. Ay, qız şirniyyat gətiriblər. Görək mənim pişirdiyim şirniyyatlarla tutacaqlar mı var? Hə, görək də, nə bu şirdi? Can, bir qapanca. Az kamera. Of, bu kamerası da qalıb arkadaşlarımla oynayacağım. Gəlin, uşaq götürüm sana. Salam. Aleyküm salam. Az bir tort eləmişsən. Yalan deyir. Sən eləmişsən. Deyəm, mən də belə bir şirniyyat gətirdim ha. Aa, çox sağ ol. Əziyyət çəkimsən. Niyə əziyyət çəkin? Ümumiyyətcəsən belə. Atam düşdü. Az yemək yine ne? Görünə qoyaq qəşəng görsün. Ay alınca gözəl görünür. Sən pişir, bulkaları sən eləmişsən? Az nə əcəb. Mən şok, mən iptal. Qızlar, vloga baxa bilərsən, özüm eləmişəm. Həqiqətən. Az bu tort eləyib. Özünəcə tort, gözəl bir tort elə bir bunu deyim. Belə bahalı trend mağazalar, tort mağazalar hazırlayıb. Bax, elə bir şey gibi yəni. Hələ bulkaları, az sən nələr bacarmışsan bu? Bax, göstər də bunları bizə. Göstərsana be. BBC qurban gələndə həmişə mən beləyəm bəli. Mən şokdayam. Ay qız, mən şokdayam. Məni bir dənə şoklardan çıxarın. Ay Allah, çox gözəl, çox təşəkkür edirəm. Otur gözəl gəlinim. Xoş gəlib, səfalar gətirmisən. Xoş gördük. Qardaşım, otur da. Hə? Mən telefonumu götürüm. Sən də belə otur. Ay, ailə bir dənə fotosesiya edirəm. Ne diyorsunuz? Yapmayalım. Yapacağız. Dur, yapacağız. Deyəm. Ay qız, mama da gəlsin, nənə də gəlsin. Onu da qəşəng çəkdirərək. Yaxşı, mama gəlir. Ay, mama gəldi. Tort, mama gəldi. Happy birthday, right now, səni qoş tez ol. Yaxşı. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Mama otur burada, canım mamam. Gel, ağzına tut gel. Tamam, tut. Üflə, dirək tut, üflə. Neçə belə gözəl illərə ad günümüz mübarək. Təbriklər. Neçə belə illərə mamam. Canım, onun qaynından öpürəm. Təbriklər, hədiyyələr tutuldu mən atım. Mamuçqa. Üflə görüm. Dirək duram, inşallah gələn də ad günümü belə gözəl bir halda ailəmə qeyd edeyim. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Nənəm də gəlir. Ay Allah, canım nənəm. Bir yana nənəmi gözləyək arkadaşlar. Arkadaşlar, saat 4 nənəm də gəlir. Vay, happy birthday to you. Canım qızım. Nə yaxşı ki varsın. Canım gəlinim mənə. Gəl. Sən mənə qızım olmuşsun. Neçə belə illərə. Neçə belə gözəl illərə daha doğrusu. Təbrik edirəm. Yaxşı ki varsan. Hədiyyəvi zaten vermişəm. Para vermişəm. Onu sürmək istədim. Mənim abdünüm zadda buradayım. Mənim kim aydan. Mənəm buğa biricik. Hop. Əkizlərəm. Əkizlərəm. İyundadır. Hə, iyundadır. Mənə də abdünü çəkərik. Like. Ay qardaşım. Allah bunu qardaşım yetişsin. Tut da bir adam nə bilir valla. Bu adam belədir. Təbrik edirəm sizi. Məli. Neçə belə gözəl illərə çıxırsan mamuçqa. Təbrik edirəm. Allahdan sənə uzun ömür, can sağlığı arzu edirəm əlbəttə. Nə yaxşı ki varsan. İyi ki doğdun. Happy birthday to you. Happy birthday to you. İnşallah həmişə neçə belə gözəl illər qeyd edəsən və bizim də gözəl ailənlə əlbəttə demək istəyirəm. İnşallah gələn papa da yanımda olar. Və kiçik qardaşım da, kiçik bacım da, böyük bacım da hamımız bir olmalıyıq. Yəni gələn il ad günündə, yaxşımı? İnşallah olar da bir dənə. Nə olar ki? Bəli, nə olar ki? Olacaq gələn şey, narahat olmayın arkadaşlar. Bəli. Canım nənəm çox sağ olsun hər şey üçün. İndi mən öz hədiyyəmi təqdim edə bilərəm. Zəhmət olmasa, gözəl bir hədiyyə hazırlamışam. Özəl hədiyyəmi gətirib sənə verməliyəm bu dəqiqə. Əziyyət çəkdiniz, vallahi billah. Nə əli saygısın?
Əziyyət çəkdiniz həqiqətən. Var olun. Çox sağ olun. Çox təşəkkür edirəm. Çox sevindim həqiqətən. Tamam, çox həyecanlıyım. Gətirsəsə də almısanız əgər gətirməyirəm. Amma vallahi ehtiyac yox idi həqiqətən. Özünüzün varlığı bəs idi. O çox bəs idi mənə şəxsən. Tamam. Amma bəsdir ki, mən daha iyi. Arkadaşlar, mamamın ad günü hədiyyəsini götürürük və aparıb veririk. Bir dəqiqə. Qış. Əli qoldu maşallah. Ama ad günü mübarək. Mən səni çox sevirəm. Canım, mən də səni çox sağ ol. Olmaqsan. Hoş gəl, ay Allah. Saç şamponu və belə bir. Çox, ay Allah, istədiyim və çox sevdiyim bir kitab alacağım. Bu kız çok diqqətçildir. Mənim bu kızın həqiqətən mən deyirəm sizə ki, yəni çox diqqətçildir. Çox təşəkkür edirəm. Yəni var ol əzizim. Çox sağ ol həqiqətən. Çox təşəkkür edirəm. Bəli. Gəlinimiz indi öz hədiyyəsini təqdim edəcəkdir. Mamama. Bəli. Merak ediyoruz indi. Tamam, ad günün mübarək. Səni çox sevirəm. Bütün belə gözəl illərə, həm zaman ailənlə bərabər çox gözəl günlər gözləsən inşallah. Gələn daha gözəl olsun ad günün inşallah. Ama bu da belə oldu. Mənim də sənə deyəm, belə bir gözəl çiçək oldu. Sən qırmızı rəngi, bir də bilirəm ki, yəni bənövşəyə rəngini çox sevirsən. Deməli bənövşəyə rəng çox gözəl bir qabaqda çiçək alsam yetərlidir deyə düşündüm. Çünki mənim özümün zaten varlığı sənə bir bəs deyir deyə düşünürəm. Canım anam. Ay çok sağ ol. Bu ne dikkatli. Ay Allah. Benim evlatlarım. Canım benim. De bunu da koy. Hediyelerim de olacak. Teşekkür ederim. Tamam. Çok teşekkür ederim. Aha, canım kaynanam geldi. Uşağı vermemiz. Peki verme. Canım kaynanam. Anaların şahı. Anaların anası. Sen bana çok güzel analısın. Hakikaten kaynadım. Ana değilim. İçə belə gözəl eləyirəm. Mən səni ürəkdən təbrik edirəm. Bol ürəkdən gözəl təbriklər sənə deyirəm. Həqiqətən. Yəni var ol əzizim. İçə belə gözəl illər gəlirsən. Hər zaman gözəl günlərdə olasan amin inşallah. Hər zaman ailənlə birlikdə xoşbəxt ol. İçə belə gözəl illərə. Allahdan sənə ömür uzun sağlıq arzulayıram. Mənim hədiyyəm sənə belə bir gözəl minnoş çaşka və kitab. Ay çox sağ ol. Mən bax kitab sevdiyimi harikası bilir. Maşallah. Çox sağ olun. Ama hediyelerimiz böyle koyuyorum. Amin çünkü. Niye? Ben bunu. Tut elindeydi. Böyle güzel bir şeklimi çekeyim. Şeklimi çekip haradan tebrikler. Kızlar ucu saat 5'te olmuş. Yakınlaştırın. Deməli, canım kızım, tebrik ederim seni. Hiç böyle güzel eller. Mənə gəlin olmadı. Kızım oldunuz. Kızım. Canım benim. Çok sağ olun. Allah sana uzun ömür, can sağlığı versin. Her zaman yanında var inşallah. Çok teşekkür ederim. Ve ben de sana tebrik ederim. Elbette. Aha böyle. Tebrikler böyle. Hediyelerimiz de böyle yakınlaşıyor arkadaşlar. Çocuğumu verin. Saat 5'ti kızlar. Göbeğe geçen oturak sofraya içe geliyoruz. Kızlar saat hal-hazırda 10'du və axşamdır. 7 yəni çox gözəl bir ad günü keçdi həqiqətən. Mamaya etdiyimiz hər bir təbrik videosunu çəkmişəm sizin üçün. Hədiyyələrimizi təqdim etdiyimizi və mamamın hədiyyələrin nə olduğunu da sizə göstərmişəm. Yəni çox gözəl bir ad günü keçdi. Yenə də bir təbrik edirəm ürəkdən canım anama. Yəni bol ürəkdən təbrik edirəm anama, canım anneciğim. İyi ki varsın, iyi ki doğdun həqiqətən. Allah sənə uzun ömür, can sağlığı versin. Hər zaman inşallah bizim yanımızda ol, ailəmizin başının üstündə ol. Amin inşallah. Yəni belə. İndi saat 10'du kızlar. Düşünürdük ki çıxaq, amma yox, çıxa bilməyəcək yola çünki saat 10'dur. Maşın sürməyə heç vaxtım yoxdur. Ona görə mən də indi mağazindən gəlirəm, bir şey satışmırdı, onu aldım, gətirdim, şam falan. Çünki yəni biri var idi, birini üfürdü, ondan sonraki nə üfürmək. Neyse, indi səhər çıxacağıq qızlar. Səhər inşallah 8'ə 9'da uyanıb hazırlaşmalıyıq. Yəni 12'yə qədər evdə olmağı düşünürük. Çünki yəni ikinci sutkaya keçə bilməz də burada qaldığımız. Çünki həm rahat, necə deyim, bəzi işlərimiz var, həm evi orada boş-boşuna qoyub, yəni qapını bağlayıb gəlmişik. Yəni ola bilməz belə bir şey. Nəysə,
Gəlinimiz qalacaq. Yəni qardaşım da qalacaq, çünki qardaşımın da işi var. Mamam kosmetoloq olduğu mamamın bəzi işləri var. Mamamı sabah səhər elə mən aparıb qoyacağam. Mənim özümün də evdə işlərim var. Qardaşım gil burada qalacaqlar. Yəni səhərdə qalacaqlar, o biri gün də qalacaqlar. 3 gün qalacaqlar da. Və bu gün 8 apreldir. Qardaş biz səhər 9 aprel gedirik. Qardaşım deyirəm 9 aprel burada qalacaqlar. 10 aprel də burada qalacaqlar. 11 apreldə, 12 apreldə. Öpüşüm qardaşım gil aprelin 13 gələcəklər. Çox etməklə 14 aprel gəldilər. Yəni bilmirəm. 13-14 aprel gələcəklər. Aprelin 14-ü mütləq evdə olmalıdırlar. Beləcə. Yəni belə qızlar, səhər biz çıxacağıq yola. Ona görə tez yatmalıyam. Tez yatmağı da düşünürəm əlbəttə. Bugünkü vlogumuz uzun oldu, amma çox gözəl oldu, çünki anamın ad günü idi. Kanalıma abunə olub, videoma like atıb, bol və gözəl yorum yazmağı unutmayın. Sizləri çox sevirəm. Bu vlogumuz, yəni bu videomuz isə bura qədərdir. Özünüzə yaxşı baxın. Sağ salamat qalın. Sağlıqla görüşənədək. Qarşınızda əlbəttə ki, bunun sahibi mən, Games Ice, yəni Aysun idi. Tanımayanlar bilməyəcəklər üçün deyim. 23 yaşım var qızlar. Bye bye, özünüzə yaxşı baxın. Gələn vloglara dək. Sabah gedirik, Bakıya narahat olmayın. Paka.